Eşitmə cihazları necə bu səviyyəyə gəlib çıxdı? İlk eşitmə cihazını kim icad etdi? Və niyə bugünkü eşitmə cihazları kiçik, ağıllı və inanılmaz dərəcədə güclüdür? Bu videoda eşitmə cihazlarının 400 illik inkişaf yolunu çox sadə bir dillə izah edəcəm. Eşitmə cihazının tarixi 1600-ci illərə qədər gedib çıxır. O vaxtlar insanlar eşitmə itkisini kompensasiya etmək üçün ear trumpet, qulaq boruları adlanan cihazdan istifadə edirdilər. Qulaq boruların xüsusiyyətləri necə olurdu? Metal və ya taxtadan olurdu, səsi mexaniki şəkildə yığırdı və heç bir elektronika yox idi, çox böyük və nəzərə çarpan idi. Bu dövrün ən məşhur istifadəçisi Ludwig van Beethoven idi. Beethoven eşitmə itkisi yaşadıktan sonra onun üçün hazırlanmış xüsusi qulaq borularından istifadə edirdi. Əsl inqilab isə 1876-cı ildə Alexander Graham Bell tərəfindən telefonun icad olunmasından sonra başladı. Bu ixtira səsin elektrik siqnallarını çevrilə bilməsini göstərdi və bundan sonra eşitmə cihazları yaranmağa başladı. Dünyanın ilk elektrik eşitmə cihazı 1902-ci ildə Amerikalı mühəndis Miller Rich Hutchinson tərəfindən icad edildi. Onun cihazının adı Akufon adlanırdı. Akufonun əsas xüsusiyyətləri isə batareya ilə işləyirdi və səsi elektriklə ötürürdü. Evdə istifadəyə yararlı idi, amma hələ də böyük və ağır idi. Bu eşitmə cihazlarının rəsmi olaraq texnoloji dövrə keçidi idi. Bu dövrdə şirkətlər elektrikli cihazları təkmilləşdirməyə başladılar. Bu illərdə ilk tanınmış istehsalçılar yarandı. Siemens, Amplivox, Western Electric kimi eşitmə cihazı istehsalçıları yaranmağa başladı. İkinci Dünya müharibəsindən sonra isə eşitmə cihazları daha sürətlə inkişaf etməyə başladı. Eşitmə cihazları vakuum lampası ilə işləməyə başlamışdı. Xüsusiyyətləri isə daha güclü səs və daha stabil performans idi. Amma yenə də bədənə taxılır və çox ağır idi. Buna isə body-worn hearing aids deyilirdi. Bu dövrdə eşitmə cihazları yenə populyarlaşmağa başladı. Amma yenə də həm ağır, həm də çox böyük idilər. 1950-1970-ci illərdə isə əsl inqilab başladı. Transistorun ixtirasından sonra bu dövrdə ilk BTE, yəni behind the ear, qulaq arxası eşitmə cihazları kəşf olundu. Artıq insanlar eşitmə cihazını daha rahat və gizli şəkildə istifadə edə bilirdi. Bu dövrdə Oticon, Siemens kimi böyük şirkətlər bazarda böyük rol oynamağa başladı. 1980-2000-ci illər isə əsl rəqəmsal dövrün başlanğıcı idi. 1996-cı ildə eşitmə cihazlarının ən böyük sıçrayışı baş verdi. Starkey ilk və tam rəqəmsal eşitmə cihazını istifadəyə verdi. Rəqəmsal cihazlar isə səsi prosesorla analiz edir, fon səs-küyünü azaldır, danışıq nitqini ön plana çəkirdi. Bu dövrdə həm də EIC və CIC, qulaq içi və kanal içi eşitmə cihazları ixtira olundu. 2000-ci illərdən sonra isə eşitmə cihazları əsl ağıllı cihazlara çevrildi. Bu dövrdə cihazlar Bluetooth bağlantısı, telefonla idarə etmə, 360 dərəcə səs və səs-küylü mühitdə nitqə fokuslanma üstünlüyü ilə önə çıxırdı. Oticon, Siemens, Phonak və Signia kimi nəhəng eşitmə cihazı şirkətlərinin rəqabəti eşitmə cihazlarını daha böyük səviyyəyə gətirib çıxartdı. Bu gün isə artıq eşitmə cihazları səs-küylü mühitdə səsi ayırd edə bilir, AI modeli ilə səsi avtomatik analiz edir və öyrənmiş davranışlar əsasında səsi özü tənzimləyir. Bu cihazlar artıq insanların səsli dünyaya qayıtmasına tam şərait yaradır. Eşitmə cihazı 1600-cü illərdən qulaq borularından indiki AI əsaslı eşitmə cihazlarına qədər gəlib çatdı. Bu inkişaf isə minlərlə insanın həyatını dəyişdirdi və dəyişdirməyə davam edir. Əgər videomuz maraqlı oldusa, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Mən Samir, eşitmə cihazları üzrə mütəxəssis. Növbəti videolarda görüşərik.